Salam, hər birinizi xoş gördük. Əziz Dövlət Qulunun test müsahibəsinə hazırlaşan şəxslər və digər qurumlara hazırlaşan şəxslər. Bu video hər hansı bir test mərhələsinə, hər hansı bir müsahibə mərhələsinə aid deyil. Hər il olduğu kimi istədim ki, sizlər üçün yeni bir video çəkim və öz ürəyimə keçən sözləri sizlərlə bölüşüm. Bugün 23 fevral tarixidir və mənim ad günümdür. İstədim sevincimi sizlərlə bölüşəm. Hansı sevincimi? Əlbəttə ki, tələbələrin təbriklərini və yaxud da ki, ətrafda mənə qarşı olan bu qayğını, diqqəti, sizlərin mənə qarşı olan xoş sözləri, bunlar mənim üçün sevincdir və bunları sizinlə bölüşməkdən fəxr edirəm. Birinci cümlə ona başlamaq istəyirəm ki, üzr hesab edin, arxada araq və pivə, nə bilim, başqa bir şəkillər görsənə bilər. Çünki restorandayam və kabinetdə oturmuşam, amma mən içki içən deyiləm. Üzr istəyirəm şəkillərə görə. Onları oradan götürmədim. Bəli, bu gündən 23 fevral tarixidir. Bütün videolar demək olar ki, mən dərslərdən danışıram. Sadəcə bu videoda öz ürəyimdən keçən sözləri, keçmişdə baş verən hadisələri, müəllimlik yolumu, gələcək planlar haqqında məlumat verməyi sevirəm. Bu da növbəti 23 fevral ad günü videosudur. İstəyən baxar, istəyən keçər, istəyər, nə bilim, boş vaxtı olan baxa bilər. Amma istədim ki, bu videonu çəkəm, YouTube kanalıma yükləyəm. Bəli, əziz yoldaşlar, hər birinizi bilin ki, həqiqətən belə deyək də, mənə etdiyiniz bugünkü gün təşəkkürlərə görə, bugünkü gün etdiyiniz təbriklərə görə hər birinizə təşəkkür edirəm, var olasınız. Allah hər birinizin canını sağ eləsin, hər birinizin belə deyək də, mənə qarşı olan göstərdiyiniz bu diqqət, qayğıya görə minnətdaram. Başqa vaxt videolarda çox yaxşı şəkildə danışıram, mən susmuram demək olar ki, amma belə videolarda nəsə cümlə qurmağa biraz çətinlik çəkirəm. Bunu yəni ki, hiss edirsiniz və başa düşürsünüz. Əziz yoldaşlar, hər birinizə təşəkkür edirəm. Ancaq təşəkkür edirəm mən, yəni burada bir də söz demirəm. Hər birinizə təşəkkür edirəm. Çünki bu mənə mutlu edir. Həm WhatsApp-dan, Instagram-dan, Telegram-dan ad zəng vurmağınız və s. Bilirsiniz, gəlin başlayaq, biraz digər məqamdan danışaq. 1999-cu ildə 23 fevralda anadan olmuşam. Bir çox adam elə bilir ki, mən 1997-6 təvəllüdüm, amma elə deyil. Mən 1999 təvəllüdüm və 27 yaşa keçid elədim. Bu, ümumiyyətlə, müəllimliyi qoyuram bir qırağa, şəxsi həyatda mən həmişə çox belə deyək də, ürək açıq bir insanım. İstəyirəm ki, bunu biləsiniz. Çox ürək açıq bir insanam, amma bunu bəzən sui-istifadə edirlər. Mən deyirəm ki, bir daha eləməyəcəm, amma xeyir yoxdur. Yenə də ürəyim imkan vermir və həmin məsələni eləyirəm. İndi bunlar barədə çox danışmayacağım, elədiklərim barədə. Sadəcə istəyirəm ki, bir xasiyyətimi deyim. Çox ürək açıq bir insanam və bəzən bunu sui-istifadə edirlər. Sonra da özümə söz verirəm ki, cəsur bunu eləmə, cəsur bunu eləmə, bax səndən istifadə edirlər və s. Amma yenə də eləyirəm. Dünənlərim 22 fevral tarixi idi, mənim üçün çox şad bir gün idi. Əslində, mən ad günümü 2 gün qeyd edirəm, bunu bilirsiniz. Deyin, niyə? Çünki mən 1999-cu ilin 23 fevral tarixində anadan olmuşam, amma nənəm götürüb niyəsə mənə 22 fevral tarixindən keçirdib ad günümü və şəxsiyyət vəsiqəsində də 22 fevral yazılıb. Amma əslində mən 23 fevralda doğulmuşam. Bu münasibətlə də mən ad günümü 2 gün qeyd edirəm. Ad günümü 2 gün qeyd edirəm. Deyirəm ki, şəxsiyyət vəsiqəsində 22 yazılmışsınız, amma mən əslində 23-ü doğulmuşam. Ona görə də ad günüm məhz 23-ü qeyd etməyi sevirəm. Bundan əlavə olaraq da bir cümlədə digər mövzu tez-tez keçə bilərəm. Dediyim ki, dərs videosu deyil deyə danışmağa çətinlik çəkə bilərəm. Belə yoldaşlar, yəni ki, bəzi xasiyyətlərimi danışırdım. Deyirdim ki, bax, belə ürək açıq bir insanam, valideynlərimə həmişə hörmət edən bir insanam. Yəni, çünki mən bugünkü gün bu vəzifədəyəmsə, bu hörmət edilərəmsə, bu mənim valideynlərim sayəsindədir. Mənim valideynlərim hər ikisi müəllimdir, atam coğrafiya müəllimidir, anam musiqi müəllimidir və hər ikisinin müəllimlik sahəsində 30 ildən artıq təcrübəsi vardır. Bizi uşaq vaxtından bəri çox böyük, belə deyək də, tərbiyə ilə böyüdüblər. Böyüklə böyük olmaq, balaca ilə balaca olmaq və s. haqqında bizə hər şey ümumi məlumat veriblər. Bugünkü gündə mən onlara hər birinə təşəkkür edirəm və onları çox sevirəm. Buradan da videoya baxırlar. Bundan əlavə olaraq da dediyim kimi, dünən 22 fevral tarixi idi, mənim üçün çox xoş bir gün idi. Bu xoş günü sizlərlə bölüşəcəm, yaxın zamanlarda məlumatınız olacaq. Bundan əlavə olaraq da onu qeyd edeyim ki, həyat daim çətinlik içərisindədir. Yəni,
həyatda asan bir iş yoxdur. Bəzən deyirlər ki, oturduğun yerdə pul qazanırsan. Əlbəttə ki, bu söz deyənlər də var. Elə bilirsiniz, ancaq xoş söz deyirlər. O qədər mənfi söz deyənlər də var ki, deyirlər ki, oturduğun yerdən pul qazanırsan. Bunu bəzən bir tələbə deyir, bəzən bir uzaq qohum deyir, bəzən bir tanış deyir. Amma artıq bu işin içində olan insanlar bilir ki, həqiqətən zehni iş fiziki işdən qat-qat axırdır. Və mən bəzən hər gün, həftənin 6 günü mən səhərdən axşama kimi ancaq test, müsahibə, digər hazırlıqlarda oluram. Öz işimi o qədər sevirəm, o qədər belə gecə saat 2-də də belə dərs keçirəm mən. Artıq gecə saat 2-də mən dərsi qutaranda ya kursdan evə gecə saat 3-də gəlib çatıram, inan səmiyyətimə. Və yaxud da ki, evdəyəmsə, dərsi bitəndən sonra artıq kimsə mənə salam verəndə mən qayıdıb ona əleykum salam deməyə belə deyək də danışa bilmirəm. Çünki artıq o qədər danışmışam ki, və dilim salam sözünü artıq deyə bilmir. Amma yenə də bir nəfər belə gecə saat 4-də mənə zəng vursa ki, müəllim, gəl dərs keçək. Yenə 4-də də mən durub ona dərs keçirəm. Çünki niyə? Mən bu işi sevirəm. Müəllimlik işini sevirəm və ona görə bu sahədəyəm. Bəzən tələbələr mənə sual verir ki, müəllim, hamını dövlət qulluqçusu eləyirsən, amma sən özün niyə dövlət qulluğunu işləmirsən? Deyirəm ki, bax, hərənin istədiyi bir sahə var. Biri həkimdir, biri müəllimdir, biri nə bilim proqramistdir və s. Mən sevdiyim bir işlə məşğulam. Bax, inanın səmiyyətimə ki, bugünkü gün tutalım ki, bu işdən 100 manat qazanıram, sabahsı gün 1000 manat, o birisi gün 3000, növbəti ay 50 manat qazanıramsa, bu mənə qane eləyir. Yəni, mən bu işə pul gözünə baxmıram. Mən sizə razıyam. Pul sizə də lazımdır, mənə də, ona da, buna da. Bizim yaşamağımız üçün, yaxşı dolanmağımız üçün bizə pul lazımdır. Bəlkə elə deyil və hər bir gördüyün işin də qarşılığı olmalıdır. İndi toxunacam digər məqamlara da. Məsələn, bax, mənə bəzən deyirəm axı mənfi yorumlar yazırlar, çoxsan fikir vermirəm, amma bəzən də mənə təsir edir. Mənə deyirlər ki, müəllim, sən ödənişsiz dərsdə keçmirsən, sənin qruplarında ancaq pullandır, sən tələbəyə, nə bilim, bir-iki nəfər var da, yəni bilirəm kimlərdir, başqa bir müəllimin köməkçilərdir və yaxud da ki, nə bilim də qara yaxmaq istəyən şəxslərdir. Amma yenə də onları adını çəkmədən dediyi sözlərini diqqətə çatdıram. Deyir ki, müəllim, sən tələbə ilə salam verməzdən və tələbəyə kart atırsan. Belə şey mümkündür. Mən inanın səmiyyətimə ki, qruplarımda olan şəxslərin əksəriyyəti testdə, müsahibədə şəhid ali özvləri, müharibə veteranları, qazilər və ödəniş etmək imkanı olmayan şəxslərdir. Valla. Yəni, mən onların heç birisindən ödəniş almıram. Yəni, demirəm, mənim ölkədə yeganə bunu eləyən şəxs mənəm. Yox, ölkədə bəlkə digər qanun müəllimlərdə, fizika, kimya, coğrafiya müəllimləri də bəlkə bunu eləyir. Sadəcə, bunu çox dilə gətirmək istəmirəm. Mənim də əlimdən bu gəlir, onları biz belə deyək də, müəllimlər olaraq köməklik eləməliyik. Və yaxud da ki, bu adamın ödəniş etməyə həqiqətən imkanı yoxdur. Yəni, bu adam müəllimə bu pulu verməyə imkanı yoxdur, testdə, müsahibə hazırlaşmağa imkanı yoxdur və mən onu ödənişli şəkildə bugünkü gün qruplarımda hazırlaşdırıram və bu digər yoldaşları, hazırlıq yoldaşları bunu bilmir. Əlbəttə ki, onun adını hallandırmaram və ya digər şəxslər bilmərəm, sən pulsuz hazırlaşsan, sən sual cavab etməyim, sənin dərsin izahını verməyim, belə şey mümkün deyil. Ona görə də həmişə mənfi yazın hadisələr olacaq. Və bu da bilirsiniz nədəndir? Bizim ümumiyyətlə cəmiyyətin bəzi insanları bir şəxs irəli gedəndə ona həmişə arxadan badalaq, arxadan daş atmaq istəyən şəxslər var. Bu təkcə müəllimlik sahəsində deyil. Məsələn, bir nəfər gözəllik salonu açır və ölkədə bir nömrə gözəllik salonudur, düzdürmü? Və bunun digər gözəllik salonları, digər şəxslər ona qara yaxır. Deyir ki, bu haram pulla açdı bunları, bu gözəllik salonlarında alınan avadanlıqların hamısı qeyri-legal pullardır, bu nədir, bu ancaq özünə reklam edir və s. Başa düşmür ki, o gözəllik salonu işlədən şəxs hər kimdirsə, gecə-gündüz əməyin nəticəsini o yerə gəlib çatır. Ona heç kim demək olar ki, qiymət vermir. Yəni, sən bax, görülən işə, sən bax, nəticəyə, sən niyə qıcıqlandırır ki, kimsə uğur qazananda? Bax, belə insanlar da var həyatda. Mən artıq 27 yaşa keçid elədim və bugünkü gün nə eləmişəmsə özüm eləmişəm. Və bəzən də sizə bir söz deyim, bir məsləhət verim. Hamı öz sevdiyi işlə məşğul olmasını tövsiyə edirəm. Yəni ki, sən həqiqətən nəyi sevirsən? Bax, bunu bu videodan sonra baxan hər kimdirsə, bax, nə istəyirsən, nə olmaq istəyirsən? Bunu müəyyənləşdirmirsən. Məsələn, sən həqiqətən də dövlət qulluqçusu olmaq istəyirsən, həqiqətən həkim, müəllim, bir dövlət işçisi olmaq istəyirsən, sən o tutduğun və ya tutmaq istədiyin işi pula görə tutmaq istəyirsən, yoxsa nədir? Bax, mənim kimi, əgər sən öz sahəni sevsən, dedim, axı, mən öz işimi sevirəm deyə, bugünkü gün qrupunda olan şəxslərin əksəriyyəti ödənişsiz hazırlaşdırıram. Əgər mən pul sevsəydim, onlardan ödənişli vardım axı. Bəs o sözlər mənə deyiləndə mənə təsir edir axı. Mən ona görə sizə deyirəm ki, siz də sevdiyiniz işlə bir məşğul olun, onda sizin üçün çox qəşəng olacaq. Məsələn, sevmədiyin bir işdəsənsə, saat 8-də axşamdan sonra müdür deyir ki, filan işi gör, of deyəcəksən.
Amma artıq o işi sevirsənsə, of deməzsən. Ona görə də düşünməyin ki, həyat çox çətindir, mənim iş tapmaq çətindir, öz işimi, məsələn, tutalım ki, mən istəyirəm proqramist olam, mənim xəyalımda ola bilmərəm, ola bilərsən. Məsələn, mən müəllim olmaq qərarına gələndə, bunu digər videolarda demişəm, istəyirəm ki, bu videoda deyəm, digər audio videosunda demişəm. Məsələn, bax, mənə 2020-ci il ya 21-ci il səhv etmirəmsə, artıq mən deyim ki, dövlət qulluğunda qanunverici fən müəllimi olacam və mən başladım bir dənə evə lövhə almağa, bir dənə stol düzdüm və stolun o tərəfi də, bu tərəfi də 8 dənə stol düzdüm. 4 stol bu tərəfə, 4 stol bu tərəfə, 8 dənə stol və lövhənin, mən çıxım stolun başına lövhəyə nəsə bir şey izahlayırdım. Konstitusiyanın, növbəti dərs dövlət qulluğuna, növbəti dərs məlumat azadlığına və s. Həm testdə, həm müsahibəyə o 8 nəfərə dərs keçmişəm. Amma stolda heç bir nəfər yox idi. Çünki mən gözümdə canlandırırdım ki, güya burada tələbələr oturur və mən onlara dərs keçirəm. Mən 2 ay onlara, 3 ay onlara dərs keçmişəm. Başa düşürsünüz, 2 ay, 3 ay onlara hər gün dərs keçmişəm saatlarla. Güya ki, stolda kimsə var və mən onlara dərs keçmişəm. Bəzən valideynlərlə danışırdım. Zəng girirdim əmmi oğluya, ya xalama, ya bölmə. Dedim ki, sənin uşağın bugün yaxşı dərsə cavab vermədi. Deyir ki, mənim uşağım hazırlaşım buraxmıyor. Mənim uşağım 5 yaşı var. Üzr istəyirəm. Deyir ki, mənim uşağım 5 yaşı var. Deyirəm ki, güya ki, sən uşağın valideynsən də o rola gir. Mən özümü o qədər kaptırmışdım ki o işə və digər zəng edim şəxslər deyir ki, hə, uşaq bu gün yaxşı oxumayıb. Bax, artıq o dərəcədə özümü kaptırmışdım. Bu 3 aylıq olan prosedur doğru idi. Bu 3 ay ərzində sadəcə mən müəllimliyi özümlə təkmilləşdirdim. Növbəti 5-6 ay ərzində mən düşdüm hər hansı bir hüquqşünaslar arxasına, vəkillərin arxasına, onların evlərinə getdim, onların bir professorlarla danışdım. Dedim ki, bax, məsələn, hüquqda bunu var, bunu başa düşə bilmirəm, bunu deyə bilərsən. Çoxsu mənə etiraz elədi. Yox, sən ged özünü öyrən, bunu niyə bilmirsən və s. Bugünkü gün demək olar ki, məcəllələrin əksəriyyətini, qanunların əksəriyyətini, inanın səhmətmə, hamısını özüm öyrənmişəm. Yəni, mənim bir müəllimim olmayıb. Deməyib ki, Cəsur, bax, burada budur, bax, son zərurət dəyəndə buna misal çək. Zəruri müdafiə dəyəndə, bax, buna misal çək. Onların heç birisini mənə deməyib. Bunların hər birisini mən özümdən praktika yığmışam, gördüyümü yığmışam. Bunu niyə eləmişəm? Məsələn, bu müəllimlik sahəsinə gəlməzdən əvvəl 1 il özümü təkmilləşdirmişəm. Bu işə, bu bazara girməzdən əvvəl özümü 1 il təkmilləşdirmişəm. Amma bugünkü gün baxırsan, bu adamı tutalım ki, 3 ay dərs oxuyur, sonra deyir ki, mən dövlət qulluğuna qanun müəllimiyəm. Ola bilərsən, sən bir söz demirəm. Amma niyə deyirsən ki, mən növrə birəm? Bəs adam elə söz deməsi doğru deyil axı. Bax, uzun sözün qısası, işinizi sevsəniz, bax, bu şəkildə eləmək mümkün. Bu şəkildə hazırlaşmaq mümkündür. Bu şəkildə gəlib yüksək yerlərdə ola bilərsiniz. Mən əlbəttə ki, yüksək yerdə özümü hesab eləmirəm. Çünki dövlət qulluğunda qanun müəllimi bir vəzifə deyil, bir maaşlı iş deyil. Sadəcə, yəni ki, digər şəxslər, tələbələr tərəfindən, ətraf mühitdən seçilirsən, müəllimsən, sayğı duyulur. Mənim tələbələrim əksəriyyəti bilirsinizmi? 60, 65, 64, 70 deməzdim, 57. Bax, çoxsuz yaxşı şəxslərdir. Mən onlardan birinci dərs keçəndə deyirəm ki, üzr istəyirəm sizlər dərs keçdiyimə görə, siz mənim tələbələrim deyilsiniz, mən də sizin müəlliminiz deyiləm. Sadəcə bu sahəni bilirəm deyilsə dərs keçirəm, amma dərsi qutarıb mən sizə baba, nənə, dayı, əmi deyə müraciət edə bilərəm və mən sizdən nəyisə öyrənə bilərəm. Sənin çünki dövlət qulluğuna 40 il, 35 il stajın var. Mən sənə necə müəllimlik edə bilərəm? Sadəcə mən sənə müəyyən məqamların izahını verəcəm. Mən sənə müəllimlik edəmirəm, sən mənim müəllimimsən. Bununla başlayıram cümləyə. Həqiqətən də belədir. Mən durub demirəm ki, sənin tutalım ki, yaşın 57-dir, sən mənim tələbəmsən. Belə ona elə davranmıram. Xeyr. Mən dediyim kimi, bu hər şey ailə tərbiyəsinə irəli gəlir. Onlara deyirəm ki, sən mənim müəllimimsən. Sən mənə öyrədə bilərsən nəyisə. Mən sənə öyrənəcəm. Yəni, sadəcə buradasınızsa, bu qrupdasınızsa o demək deyil ki, sən tələbəsən. Bax, bu şəkildə onlarla danışıram. Bunu işdən gəldiyinə görə deyirəm. Bunun əlavə olaraq da, yəni, həyatda hər şey bilirsiniz nədir? Bir işin arxasıcan qaçırsansa, əgər sən pulun arxasıcan qaçırsansa, pul həmişə səndən qaçacaq. Bunu istəyirəm ki, biləsən. Məsələn, mən dərs keçirəm, tələbələrім ödəniş eləyir. Mən inanırsan, vallahi inan səmiyyətimə, o ödənişdən məsələn 40-a qoyuram da, 3 manat, 5 manat, 10 manat, mən birdən döşəyin altını qaldırıb baxmıram ki, bu gün nə qədər qazandım, bu ay nə qədər qazandım. Onu eləmirəm.
İnanın ki eləmirəm. Amma bir çox insan, məsələn, bu qədər maaş gələcək, bu işdən bu iş gələcək, bu qədər pul gələcək. Onun eləyəndə, pul hesablayanda, pulun arxasına düşəndə, işin arxasına düşəndə o işdə, o pul da səndən qaçır. Ona görə də sən sevdiyin işlə məşğul ol, pul özü gələcək. Pul ikinci dərəcəli bir şeydir. Birinci dərəcəli bir şey sənin sağlığındır, ikinci sənin sevdiyin işlə məşğul olmaqdır. Bax belə, bundan əlavə olaraq da bu gün 23 fevral tarixi mənim üçün çox xoş bir gündür. Və nə bilim, dünən 22 fevral tarixində dediyim kimi xoş anlar yaşadım. Onu biraz sonra sizlərlə bölüşəcəm. Və biraz sonra deməzdim, yəni ki, bir müddətdən sonra sizlərlə bölüşəcəm. Məlumatınız olacaq. Xoş bir şeydir, müsbət bir hadisədir. Dönərəm. Evdəkilər də gəlmişdi, oturduq bir yerdə. Ad günü qeyd elədik. Nədənsə mən ad günüm 22 fevral şəxsiyyət vəsiqəsini yazılan günü kimi qeyd edirdilər. Amma mən özüm 23 fevralı qeyd edirəm. Soruşsanız ki, kimlə qeyd edirsən Cəsur müəllim? Vallahi heç kimlə qeyd edə yəni bax, süfrədəyəm və gördüyünüz kimi restorandayım, kabinetdəyəm, təkəm. Tək qeyd edirəm. Niyə tək qeyd edirəm? Çünki çox insanla, məsələn, mən yoldaşlıq eləyirəm, yəni dostlarım, qohumlarım, sinif yoldaşlarım, qrup yoldaşlarım, hər birisi var, hamı var, amma bir çoxsu gözəl insanlardır, yaxşı insanlardır, amma tək olmağı sevən bir insanam və yaxud da ki, həmişə cəmiyyət içərisindən qaçan, eyni zamanda nə qədər cəmiyyət içərisində olsam da, həmişə cəmiyyət içərisindən qaçan, tək qalmağa can atan insanlardan biri də məhz mənəm. Ona görə bu 10 nəfərlik süfrədə tək oturmuşam. Bu mənim üçün mənfi bir hal deyil. Buna mən tayda bir növ sevinirəm. Özüm oturmuşam, yeməyimi sifariş verəcəm, yeyəcəm. Nə bilim, birazdan sonra bəlkə televizorda futbola baxdım. Yəni, bax belə, mən bu şəkildə sadə bir həyat yaşayan bir insanam. Səs-küydən uzaq olan, təbiəti sevən, heyvanları sevən bir insanam. Eyni zamanda öz tələbələrimə həqiqətən bu 5 dənə tələbə gəldi, mənə tutam ki, 50 manat ödəniş eləyəcək, bu qədər pul eləyəcək, fikrində olan bir insan deyiləm. Bax, bunu da həmişə uzaq oluram. Yəni, nə bilim, çox bu dərs söhbətlərinə girməyək, çünki bugünkü gün bizim xoş günümüzdür və onsuz da dərs hər gün var. Sizinlə mənim aramda olan bu səmimi söhbətlərdir. Bax belə, sizlər nə edirsiniz, nə iş görürsünüz? Mənim sizdən ola bilsin ki, 27 yaşım var, kiçiyəm, bu demək deyil ki, sizə bu danışdıqlarımı mən səhv başa düşəsiniz və deyəsiniz ki, mənə ağıl verir. Xeyr, əlbəttə ki, bunlar tövsiyədir. Sadəcə mən demək istədiyim bir şey var ki, sən öz sevdiyin bir işlə məşğul ol. Bax, mən əsas istədiyim bundan ibarətdir. Bunu sizə görə deyirəm. Belə, başqa nədən danışa bilərəm? 26 yaş necə keçdi? Yəni ki, keçən il necə keçdi? 26 yaş çox yaxşı keçdi. Kursumu açdım. Bir çox şəxslərlə tanış oldum. Xarici ölkəyə getdim. Nə bilim, şəxsi həyatımda yeniliklər oldu. Demək olar ki, çox müsbət hadisələrdir. Mənfi hadisələr də əlbəttə ki, oldu. Sadəcə onları indi dilə gətirmək istəmirəm. 27 yaşında məhz bu şəkildə keçməsini arzu edirəm. 27 yaşında məhz bu şəkildə keçməsini arzu edirəm. İnşallah ki, yaxşı keçər, dolu bir gün olar. 365 gün hər birisini xoşbəxtlik saçaram. Tələbələrdən, müəllimlərdən, valideynlərimdən, professorlarımdan, öyrəndiklərim və yeni məlumatlar olar. Onlara nəyəsə izahını verməyə çalışaram. Və həmişə bu YouTube-da olan, məni izləyən, videolarıma bəyənən, o həmin məşhur əlini, obrazını sevən şəxslər, bilin ki, əli yoxdur, amma yenə də əlini biz həmişə yaşadırıq. Belə, özünüzdən müğayət olun. Mən hər birinizə həqiqətən də kömək etməyə hazıram. Yəni, nə olursa olsun kömək etməyə hazıram. Məsələn, bax, yanvarda, fevral ayında, yanvarda müsahibəsi olanlar qrupu açmışdım və o qrupda demək 100 nəfər adam var idi. Bəlkə də, nə bilim, 90-100 nəfər adam var idi. O qrupa ancaq imkansız şəxslər yığmışdım. Nə bilim də, ödəniş edə bilməyəcək şəxslər yığmışdım. Və yaxud da ki, digər aylarda da bu belədir. Yəni, bilirsiniz, söhbət nədən gedir? Bəlkə bir mövzunun çox üstünə toxunuram, amma yenə demək istəyirəm. Yəni, sən əgər bir sahəni bilirsənsə, onu ödənişsiz tədris etmə. Bu düzdür, bu çox adam deyir. Amma məndə elə deyil. Mən yenə də tədris edirəm. Bütün qanunların hamısının video izahını çəkib yükləmişim YouTube-a. Mən deyirlər ki, SMM Cad deyir və digər şəxslər deyir ki, cəsur onu pullu elə, cəsur onu gizli elə öz tələbələrini. Deyirəm, yox, mən bu lap gizli elədim. Lap mən ürəyimdə durmur. Mən istəyirəm ki, bu sahəyə hazırlaşanlar, digər sahəyə hazırlaşanlara bir kömək edən bir adam olsun. Kimin qapısına geçsən, deyir ki, mən 50 manat ver, sonra deyim. Bəlkə də deyil. Mən bu adam bu işi bilirəmsə, mən kömək edəcəm. Mən nə qədər kömək etmirəm desəm də ürəyim durmaz. Keçən dəfə restorandayım, yadıma düşdüsə deyəcəm.
Bir dənə ofisiant var. Dedim ki, gəl bura sifariş verim, xahiş edirəm. Nəsə görüm ki, təmənnə şey yanaşır da, yəni hə gələcəm. 2 dəfə dedim. Sonra dedim ki, xahiş edirəm gələ bilərsən, yəni oturmuşam orada, gəl sifariş verim. Sən bu ofisiant deyilsən. Onu o söz dedim, bəs səs tonumu qaldırdım. Həmin günü axşam yata bilmədim peşmanlıq hissindən. Ki mən o ofisianta niyə o söz dedim? Mən vaxtı ilə özüm ofisiant işləmiş adamam. Bəs bu cəsur doğru deyil. Səhər yatmadım. Səhər tezdən durub gedib o ofisiantdan öpüşüb, görüşüb, ona üzrxahlıq eləsəm necədir? Çünki mən özüm ofisiant olmuşam. Mən özüm fəhlə olmuşam. 11 mərtəbəli binanın 11-ci mərtəbəsində binalara, pəncərənin qıraqlarına çöldən nə deyirsə ona da yaddan çıxıb indi. Ağqılay vuran şəxs olmuşam, usta olmuşam, fəhlə olmuşam, ofisiant olmuşam, kuryer olmuşam. Hər şeyi eləmişəm. Çünki mən bu işə gələnə qədər, sizin qarşınızda bu video çəkənə qədər mən də əlbəttə ki, bunları görmüşəm. Çünki müəllim ailəsində olub boya baş çatan bir şəxsin o demək deyil ki, imkanı yüksək səviyyədə olur. Xeyr, əlbəttə. Mən uşaq vaxtından əvvəl dedim ki, ata tutalım ki, mənə bu naşniqi al. Atam deyir ki, maaş gələndə alarıq. Ata, mənə bu boşqabı al, çəngəl al, velosipedi al, topu al, bala, maaş gələndə alarıq. Maaş gələndə alarıq cümləsindən böyümüş bir uşağam mən. Ona görə də mən həyatda hər şey bugünkü gün varsa şükür edirəm. Heç vaxt məsələn nəyəsə görüb özümü uca tutmuram. Heç vaxt kimlərdənsə özümü yüksək tutmuram. Bu qətiyyən belə deyil. Qıraqdan ola bilsin ki, bəzi tələbələr məni elə tanıyır, amma tamamilə bu yanlış bir fikirdir. Gəlib mənlə bir kəmə söhbət eləsən, görərsən ki, həqiqətən də mən elə bir insan deyiləm. Dərsdə müəllim, qıraqda yoldaş, nə bilim, dost, belə bir insanam. Və əlimdən gələn hər kömək etməyi sevən bir insanam. Hədiyyə verməyi sevən bir insanam. Belə, nə bilim, məncə bir çox şeylərdən saatlarla danışa bilərik, amma sizi çox yormaq istəmirəm, özümü də çox yormaq istəmirəm. Əsas odur ki, xoş bir gündür. Nə bilim, ətrafda heç kim olmasa da, yəni bu videonu sizə yükləyəndə, amma bilin ki, hər biriniz bax bu süfrənin arxasında oturmuşsunuz, hər biriniz də burada oturub çay içirik. Hər birinizə təşəkkür edirəm. Bir daha üzr istəyirəm arxadakı pivə şəkil görsəndiyinə görə. Çünki dediyim kimi kafedə oturmuşam və kabinetdəyəm. Amma mən dediyim kimi nə spirtli içki içən qətiyyən bir insan deyiləm. Uşaq vaxtından 27 yaşıma qədər dilimə 10 qram da olsa spirtli içki dəyməyib. Belə, hər birinizə təşəkkür edirəm. Özünüzə müğayət olun. Növbəti videoda görüşərik. Növbəti ad günlərində görüşərik. Sağ olun, salamat qalın.